Gördüyünüz Euler-Venn diaqramı tipli sual qəbul imtahanlarının ayrılmaz parçası hissəsinə çevrilir. Deməli, burada nə məsələsi var? Ekvatorial meşələrlə qütb səhralarının ortaq xüsusiyyətini, həmçinin onların hər birinin ayrı-ayrılıqda eyniyarpaqlı meşələrlə ortaq xüsusiyyətini və bunların yekun olaraq ortalama bir xüsusiyyətini tapmağı tələb edir bizdən. Rütubətli əmsalı vahiddən böyükdür. Təbii ki, burada hamısında olacaq. Yəni, bu 4-ə uyğun gələcək. Burada da rütubətlidir, burada rütubətlidir, burada rütubətlidir. Aqroiqlim ehtiyatları ilə zəif təmin olunmuşdur. Aqroiqlim əsasən istiliklə ölçülür. İstilik burada ekvatorial meşələrdə var. Amma burada və burada nisbətən zəifdir. Burada da zəifdir, burada isə ümumiyyətlə yoxdur. Deməli, 2 hara gəlir bunların ortağına? Əsasən həmişəyaşıl ağaclardan ibarətdir. Qütb səhralarında ağac yoxdur. Həmişə yaşıldır, həmişə yaşıldır. Amma demir hansı yarpaqla. Deməli, 3 bunların ortağıdır. Ərazisində fəsillər aydın müşahidə edilmir. Aydın müşahidə edilmirsə, ekvatorial meşələrdə həmişə yay fəslidir, qütb səhralarında həmişə qış fəslidir. İyniyarpaqlı meşələrdə isə fəsillər dəyişə bilir. Deməli, 4 hara uyğun gəlir bura? Deməli, baxaq, günəşin zenitdə olmadığı ərazilərdə yayır. Təbii ki, qütblə iyniyarpaqlı meşələr uyğun olacaq. 5 də bura uyğun gəlir. Əsas iqlim qurşağında yerləşir. Hamısı ekvatorial, deməli, bunlar hamısı əsasdır, 6 da ortaqdır. Kimyəvi və üzvü aşınma intensivdir. Burada üzvü aşınmadan söhbət gedə bilməz, bu da ona uyğun gəlir. Deməli, bu sualda doğru cavab 1-ə 4, 2-yə 3, 7, 3-ə 2, 5, 4-ə isə 1, 6-dır. O ardıcıllıq isə B variantındadır.